Herkese selam. En sevdiğim content bugün yeni aldıklarımı açırıq. En sevdiklerimden başlamak istedim. Başlayayım en sevdiklerimden. Hara koyun bunları. İlk önce birçok Türk TikTokerlerde gördüğüm ve Azerbaycan'da tapabilmediğim bir məhsuluydu ve yani immünlü bu tonu da, yani leopardın çok renk tonları var. Ama bu tamam başka meseledir. Yani leopard bugüne kimi giymeyen biri olarak buna aşık oldum resmen. Şuna bakar mısınız? Uşaqlar, deməli bu şalvarı Türk TikTokerlərdə görmüşəm. Feride Özdinç və s. bir neçə dənə, hətta heç tanınmayan prosta TikTokda video paylaşan qızlarda və həqiqətən çox ama çok beğendim. Bunu kombinleyeceğim. İndi bu köynəklə heç o değil. O görüntünü vermir. Keçək növbətiyə. Ben cins kadınıyım. Bir dənə. Bu renk benim en çok sevdiğim cins renkdir. Yani baxın. Bir şalvarın bədəndə yaxşı oturmağını bilirsiniz, nədən bilirsiniz? Bu iki dənə xət var. Bunlar yuxarı tərəfə getməlidir. Aşağıya və yaxud da düz qalarsa oturuş olmayacaq. Çalışın belindəki bu xətlər yuxarıya mail olan şalvarları alın həmişə. Məncə çox qəşəngdir. Bu şalvarın bənzəri var idi. Mən də elə Zara'dan almışdım. Amma əynimə olmurdu. Bilirsiniz ki 47 kilodan 60 kiloya qalxmışam. Daha sonra Polo'nun belə bir köynəyi. Aman Allah'ım. Bunu mavi cinsten giyinebilirim həqiqətən. Şuna bakar mısınız? Yay kurtarmadan bunu həll eləmək lazımdır. Çox qəşəngsən axı sən. Bismillah. Qorxdum Əsnat. Yüzünü sən kamerada görmədin. Və qışın ilk alışverişini eləmişəm. Belə bir özümə yelek almışam. Bunu da kombinleyeceğim. Ama neyle kombinleyeceğimi bilmirəm. Əslində videolarda görmüşəm, qəşəng, çox gözəl kombinləyirlər. Amma mən neyle kombinleyeceğimi bilmirəm. Əgər ideyalarınız varsa rəylərdə yazın, xahiş edirəm. Payıza çox gözəl yaraşdığını düşündüyüm bir çanta almışam. Yəni bu rəngi o qədər sevirəm. Baxın, çox qəşəngdir axı. Həm belə askısı var, amma mən askılı çanta sevmirəm. Mən əl çantası sevirəm. Bunları ümid edirəm çıxartmaq olurmuş. Evet. Mən bunu çıxardacağım. Baxın, belə taxacağım. Çox qəşəngdir. Bunu da mavi cinslə, nə bilim. Bunu çox şeylə, bu palto ilə də çox qəşəng gedəcək. Bunu payıza saxlamaq istəyirəm, payız kombinlərinə. Aralarından en çok hansını beğendiniz? Mən leopard şalvarı çox səbirsizlənirəm geyinmək. Mavi cinsən polo köynəyi çox səbirsizlənirəm. Bir də tez payız gəlsin. Bunu işlədim. Bu arada aldığım səhifəni aşağıya etiketləyirəm. Bilirəm ki, inanıram ki, aranızdan bəyənənlər və hər hansısa birini almaq istəyənlər olacaq. Aşağıdakı səhifədən əldə edə bilərsiniz. Qiymətlər çox münasibdir və bütün məhsullar birbaşa Türkiyədən gəlir. Nə belə saytlardan, nə başqa cür. Birbaşa Türkiyədən alınır, gətirilir xanım tərəfindən və çox keyfiyyətlidir həqiqətən.